Hörmətli izləyicilərimiz, hər birinizi xoş gördük. O ki, deyirdiniz ki, sağı, solu açıq olsun. Bəli, tək ev. Sağı da boşdur, solu da boşdur. 5 metr məsafəsi var digər evdən, sol tərəfi ümumilikdə aralıdır. Gördüyünüz 4 otaq. 4 ədəd evdən bir tək bu qaldı. Üzü qabancıq daşlardan üzlənilib, sot yarım torpaq sahəsində inşa olunub, həyətyanı sahəsinə rahat şəkildə avtomobil daxil olur. Bütün kommunallar var, sayğaclar var, mərkəzi kanalizasiya sistemidir. Bütün hündür zirzəmisi var ki, alt hissəsini artıq əşyalarınızı yerləşdirə bilərsiniz. Həyətə daxil avtomobil qapısı həyətin trapına kimi mövcuddur. Dəyərli izləyicilərimiz, bu hissədə kombi üçün yer ayrılıb. Kommunallar da qaz xətti, işıq xətti hər birisi yaxınlığındadır. Yerdən kürsüyə də özünüz şahidiniz, 6 daş yerdən kürsülüdür. Evimizə daxil olarkən, baxın, belə bir dəhliz bizi qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsiyləndir. İkinci mərtəbə qalxma pilləkənləri aqara taxtadan işlənilib. Qranit metal görünən hissələr hər birisi istifadədən təchiz olunub. Sol tərəfdə yerləşir işıqlı, geniş qonaq otağımız. Baxın, qonaq otağının ölçüləri genişdir. Klassik üsulda təmir olunub, kondisioner xəttinə kimi atılıb. Şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxın, belə bir gözəl işıqlı qonaq otağı və tavanla figurlar və silsilələrlə bəzədilib. Burada yerləşir evimizin mətbəxi. Bütün kommunallar mətbəxdə mövcuddur, pəncərəsinin qarşısı açıqdır. Bu evdə üstün cəhət, yəni təkrarçılıq olması. Sağı, solu, pəncərələrin qarşısı hər birisi açıqdır, önü yoldur. Burada sanitar qovşaq yerləşir. Pilləkənlərin alt hissəsində qladovkasının üçün mövcuddur. İkinci mərtəbədə yerləşir 3 yataq otağı. Evimiz ümumilikdə 4 otaqdan ibarətdir. Qoşa daşdan inşa olunub, fundament, kəmər, sonda mərtəbə arası monat beton, sonda kəmərlər kimi mövcuddur. Dəhliz vasitəsilə eyvana çıxışı, birbaşa Duz gölünə baxın, görünüşü var. Birbaşa Duz gölünə görünüş. 3 yataq otağı yanaşı şəkildə. Bura yataq otağından birincisi, uşaqlar üçün nəzərdə tutulan yataq otağı. Burada növbəti yataq otağı. Sonuncu yataq otağını göstərim sizə. Hər bir otağın pəncərəsinin qarşısı gördüyünüz kimi açıqdır. Sanitar qovşaq. İlkin olaraq qiymət təklif olunur. Kupçalıdır, dövlət ipotekasına da yararlıdır, daxili kredit deyil. İlkin qiymət olaraq 103 min manata təklif olunur. Real müştərilər gəlsin, təbii ki, yaxşı razılaşma da olacaq. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın. Abşeron rayonu Masazır qəsəbəsi 6 saylı məktəbin tam yaxınlığında 051 635 1797 nömrəmizdə əlaqə saxlayın. Gəlin ilk öncə bu evə siz sahib olun. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm.